Mən istefada olan kapitan Qabil Hüseynov sizə müraciət etməkdə məqsədim üzləşdiyim sosial problemin ictimailəşdirilməsi və həllinə dəstək göstərilməsidir. Hazırda mən Bərdər rayonunun Bahadır Hacıyev küçəsində yaşayıram. Yaşadığım fərdi yaşayış evinin qazlaşması ilə bağlı ciddi çətinliklər mövcuddur. Qeyd etmək istəyirəm ki, evimin qarşısında qaz xətti keçir. Həm sağda, həm sol tərəfində yerləşən qonşu evlər təbii qazla təmin olunmuşdur. Lakin buna baxmayaraq mənim yaşayış sahəm qaz təsisatından kənarda qalmışdır. Məlumat üçün bildirirəm ki, fərdi yaşayış evimin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmişdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyada aid olan torpaqlarda tikilmiş obyektlərin qazlaşdırılması ilə bağlı müəyyən məhdudiyyətlərin olduğunu anlayıram. Bununla belə sosial ədalət və bərabərlik prinsiplərinə baxmayaraq məsələyə fərdi qaydada yenidən baxılmasının mümkünsüzlüyünü düşünürəm. Problemin həlli məqsədi ilə aidiyyatı qurumlara rəsmi qaydada müraciət etmişəm. Belə ki, Bərdər rayon Azərqaz İdarəsinin məsul şəxsi Ədalət müəllimə, Bərdər rayon Milli Məclisinin deputatı Fatma Yıldırım xanıma, Bərdər rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevə, Azərqaz İstehsalat Birliyinin baş direktoru Azər müəllim Bərdər rayonunda vətəndaş qəbulu keçirilən zaman vətəndaş qəbulunda iştirak etmişəm. Həmçinin Tərtər rayon regional Azərqaz İdarəsinə Elmir müəllimə müraciət etmişəm. Qurumlar tərəfindən məsələyə diqqət və maraq göstərilsə də, indiyədək problemlərin praktiki həllinin təmin edilməmişdir. Nəzərə alsaq ki, mən Vətən müharibəsi iştirakçısı Qarabağ qazisiyəm. Dövlətimizin sosial siyasətində qazilərə göstərilən xüsusi diqqət, qayğı prinsipinə əsaslanaraq yaşayış evinin təbii qazla təmin olunmasına köməklik göstərilməsini xahiş edirəm. Eyni zamanda ictimaiyyət nümayəndələrindən və sosial şəbəkə istifadəçilərə xahiş edirəm. Bu müraciəti dəstəkləyərək məsələnin aidiyyatı üzrə daha yüksək intonasiyalara, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqətinə çatdırılmasına mənəvi dəstək göstərəsiniz.